Herkese salam, kanalıma xoş gəlmisiniz. Deyəsən bu gömrük söhbəti get-gedə yoluna düşür. Bu dəfəki tema bağlamam çox tez gəldi. Fevralın 8-i sifariş eləmişdim. Artıq 27-si əlimdə idi. Amma gec çəkirəm biraz. Başlayaq. Buradan neysə ortasından açdım bu dəfə. Yaz üçün kiçik bir alışverişdi özümə. Qiymətlərini tam dəqiq bilmirəm. Amma baxım videonun üzərində qeyd edəcəm sonradan. Bunu mən səhvli ilə sifariş eləmişəm. Bu nədir? Bu tərəzinin üstünə yapışdırmaq üçün belə bir kağızdır. Amma mənim heç tərəzim yoxdur. Mən tərəzinin özü zənn edib sifariş eləmişdim. Düşündüm ki, yəqin endirmə düşüb, ona görə bu qədər ucuz qiymətədir. 5 manat idi ya 6 manat idi. Denən, yəni 6 manata tərəzi olar. Bu təbii ilə gözlədiyim mis şalvarım. Üzərimdə göstərəcəm videonun sonunda. Bu şəkildədir. Ayağında belə detalları var. Kəsik detalı. Hansı ölçünü sifariş vermişdim? Mən S ölçüdür. Böyle üstünde necə duracaq. Sonra belə bir ağ pencəydi, oversize. Bu şəkildə. Bunu da videonun sonunda üstündə göstərəcəm. Bütün çiynə görə necədir. Belə bu şəkildə. Bunlar sırğalarım. Belədir. Kiçik. Geçəyində amma şirindir. Bir də var. Bu da kızımın eynəkləri. Yine şirindir. Baxın belə. Biri belədir. Biri belə. Keçən il yadınızdadırsa eynəklər sifariş eləmişdim. Onu yay boyu istifadə edərək qırdı, cızdı. Ona görə yeniləri sifariş eləmişdim. Belə əziz izləyicilər, bu qısa videonun da sonuna gəldik. Kanalıma abunə olub videolarımı bəyənsəniz çox sevinərəm. Mənə də motivasiya olar. Sağ olun, salamat qalın. Belə şalvarın boyu çox qısadır. Mən biraz ayaqqabının üzərini örtəcəyini düşünürdüm. Pencəyin də boyu qısadır. Pencəyin də boyunu sevmədim. Belə ümumi görüntü belədir. Pencəyi ütüsüz geymişəm. Bəlkə ütüləsəm biraz açılar, uzanar. Bir ümid. Ümumi görüntü belədir. Çox da sevmədim. Gözlədiyim fərqli bir kombin idi yəni.